Narsist sənə heç zaman birbaşa sən pis insansan deməz. Elə davranar ki, bir müddət sonra sən özün haqqında bu qənaətə gəlmiş olarsan. Əvvəlcə hisslərini kiçildəcək, şişirdirsən deyəcək. Sonra yaddaşını sorğuluyur. Mən elə söz deməmişdim. Sonra günahı sənə qaytarır. Məni buna sən məcbur etdin deyəcək. Və bir gün baxırsan ki, hər zaman üzr istəyən tərəf sənsən. Özünü izah edən də, özündən şübhə edən də hər zaman sənsən. Bu toksik bir münasibət və psixoloji manipulyasiyadır. Əgər sadaladıqlarımın hər birini özündə hiss edirsənsə, bu demək deyil ki, hər zaman problem səndədir. Bəzən ən düzgün çıxış yolu baş verənlərə düzgün şəkildə ad qoymaqdan başlayır. Və sən bunu tək başına anlamaq və ayırd etmək məcburiyyətində deyilsən.